Əminamanlıq, baxın, dinimiz baxımından çox önəmli bir nədir? Neymətdir. İslamda yüksək dəyərə malik bir neymətdir. Ona görə də Allah Teala əminamanlıq neymətini və ruzi neymətini bir yerdə zikr edir. Həmd olsun Rəbbimizə ki, əminamanlıq yurdunda yaşayırıq, gözəl ölkəmizdə. Baxın, Allah Teala Qureyş surəsi 3-4-cü ayədə buyurur. Qoy bu evin Rəbbinə ibadət etsinlər. O Rəbb ki, onlara acılıqdan sonra yemək verdi, qorxudan sonra əminamanlıqda saxladı onları. Baxın, əminamanlıq dinimizdə nə qədər əhəmiyyətlidir. Əminamanlıq dinin və ibadətin əsasıdır. Allaha ibadət və dini həyat əminamanlıq olmadan tam həyata keçə bilməz. Ona görə Peyğəmbərimiz nə deyərdi Məkkə üçün? Buranı əminamanlıq yurdu eylə, Mədinə üçün. İbrahim əleyhissalam hara üçün etmişdi? Məkkə üçün etmişdi. Əminamanlıq ən böyük neymətlərdən birisidir. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Sizdən hər kim səhəri evində əminlik içində, bədəni sağlam, gündəlik ruzisi yanında olduğu halda səhər açarsa, elə bil ki, ona bütün dünya verilmişdir. Baxın. Ona görə də əminamanlıq ən böyük neymətlərdən birisidir ki, bu neymətləri biz bu gözəl vətənimizdə yaşayırıq. Buna görə çoxlu şükr etməliyik.